Mən Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin Riyaziyyat müəllimi Həsənova Aydan. Bugünkü video dərsimizin mövzusu kompleks ədədlər və onlar üzərində əməllərdir. Başlayaq natural ədədlərdən. Natural ədədlər saymaq üçün istifadə olunan ədədlərdir. İki natural ədədin cəmi hasil edən natural ədəddir. Lakin x plus bərabərdir b təlmiyinin həlli natural ədədlər çoxluğunda olmaya bilər. Ona görə də yeni bir çoxluğa ehtiyac yarandı. Tam ədədlər. Sıfır və yaxud tam ədədlər müsbət tam ədədlərə birləşərək tam ədədlər çoxluğunu əmələ gətirir. Lakin biz burada ax bərabərdir b təlmiyinin həllinin tam ədədlər çoxluğunda bəzən tapa bilmərik. Bunun üçün tam ədədlər çoxluğu da genişləndi. Rasional və irrasional ədədlər çoxluğu necə yarandı? Kəsr ədəd anlayışı daxil edildi və rasional ədədlər çoxluğu yarandı. X kvadratı bərabərdir 2 tənliyinin həlli rasional ədədlər çoxluğunda olmaya bilər. Ona görə də yeni bir çoxluq yarandı. Buna da deyirik irrasional ədədlər çoxluğu. Beləliklə, həqiqi ədədlər çoxluğuna aid rasional ədədlər, irrasional ədədlər, tam ədədlər və natural ədədlər. Kompleks ədədlər necə yarandı? Kompleks ədədlər, demək biz bilirik ki, kvadrat tənlik olan ax kvadratı plus bx plus c bərabər 0 tənliyi həll etmək üçün biz diskriminant tapmalıyıq. Diskriminantın işarəsi 0-dan böyük olduqda və ya 0-a bərabər olduqda həlli var. Diskriminant kiçik olduqda isə biz deyirik ki, tənliyin həlli yoxdur və məsələnin həlli burada bitirdi. Bundan sonra x kvadratı plus 1 bərabərdir 0 tənliyin həlli üçün elə bir ilk xəyali vahidi daxil etdik ki, həmin ilk xəyali vahidinin kvadratı bərabərdir -1 olsun. Deməli, beləliklə həqiqi ədədlər çoxluğu genişləndi və həqiqi ədədlər çoxluğu, həqiqi ədədi bura daxil oldu. Beləliklə, kompleks ədədlərə xəyali ədədlər, həqiqi ədədlər, rasional ədədlər, tam ədədlər, natural ədədlər və irrasional ədədlər daxil edildi. Kompleks ədəd hansı şəkildə yazılır? Cəbri ifadəsi z bərabərdir a plus b şəklində və i kvadratı bərabərdir mənfi bir şərtini ödəyən ədəd kompleks ədəddir. Demək, z bərabərdir a plus b-i onun cəbri ifadəsidir. İşarə olunmasında da z hərfindən, w hərfindən, omega hərfindən istifadə olunur. Burada dedik ki, xəyali vahiddir bu işarədə, a plus b ifadəsində. A və b, burada a onun həqiqi hissəsidir, b isə xəyali hissəsidir. Əgər a bərabərdir 0 olarsa, 0 olanda qalır burada b-i. Buna deyilər sırf xəyali ədəd. Yox, b 0-a bərabər olsa, tək qalır a, z bərabərdir a. Buna da deyilər sırf həqiqi ədəd. Bir də kompleks ədədin qoşması vardır ki, o da z bərabər, z1 üstərinlə xətlə göstərilir, z üstü xət bərabərdir, a minus b-i şəklində göstərilir. Kompleks ədədlər üzərində əməllərə gəldikdə, həqiqi ədədlər üzərində hansı əməllər yerinə yetirilirsə, kompleks ədədlər üzərində də o əməllər yerinə yetirilir. İlk öncə biz bunların üzərində toplama, çıxma, vurma, bölmə əməllərinə baxırıq. İki kompleks ədəd götürək, z və w, z bərabərdir a plus b-yə, w bərabərdir c plus d-yə. Bunları topladıqda həqiqi hissələri bir toplanılır, a ilə c, xəyali hissələr bir toplanılır və i mötərizə xaricinə çıxarılır. Nümunə göstərək, 5 plus 3 ilə 7 plus 6-yı topladıqda 5 ilə 7 həqiqi hissə, 3 ilə 6 isə xəyali hissə olur, cavab olur 12 plus 9-i. Çıxılması da eyni ilə toplanması kimidir. Həqiqi hissələr bir çıxılır, xəyali hissələr bir çıxılır və nəticə toplanılır. Qaldı burada buna bir nümunə göstərək, yenə eyni ədədlərin demək, z və w-nu 5 plus 3i və 7 plus 6-i götürmüşük və burada çıxdıqda cavab qalır -2 minus 3i. Kompleks ədədlərin vurulması və bölünməsi bir qədər toplanmasına və çıxılmasına görə zəhmət tələb edir. Demək, vurulması
İçəridinin içəriyə vurulması kimidir. Mötərizələr açılır, alınır bu ifadə. Burada görürsünüz ki, kvadratını fərqləndirmişəm. Çünki in kvadratı bərabərdir -1-ə. Onu yerinə qoyanda olur -b-dir. -b-də olanda artıq bu xəyali hissədən çıxır. AC və BD olur həqiqi hissə, AD ilə BC olur xəyali hissə və İR olur. Məsələn, 2 plus 3 ilə 6 plus 7 I. 2 kompleks ədədini bir-birinə vurduqda cavab alınacaq -9 plus 32 I. Bölünməsində nə edirik? Bölünməsi zamanı bayaqları kompleks ədədin qoşmasını göstərdik. Sürət və məxrəcin qoşmasına olur. Burada məxrəc C plus D olduğuna sürət və məxrəci vururam C minus D-yə. Sürət içəriyə vurulması kimi açılır. Məxrəcdə eyni qaydada kvadratlar fərqinə gətirilir və bu ifadə alınır. Burada da 2 plus 3 ini 1 minus 5-yə böldükdə sürət və məxrəci 1 plus 5 ifadəsinə vurmuşuq və sonunda cavab alınır -13 plus 13 bölə 26-ya. İlk xəyali vahidinin qüvvətləri. Biz demişik ki, inin kvadratı bərabərdir -1-ə. İnin kubunu i kvadratı vuraq i şəklində göstərsək, i kvadratı -1 eləyir, -1-i də i-yə vurduqda -1. I üstü 4-ü göstərir, i kvadratının kvadratı, i kvadratı -1 cüt dərəcədən qüvvət eləyəcək, müsbət 1. Bu qayda ilə, məsəl üçün, i üstü 78-i necə yazarıq? İnin kvadratı üzərində 39, i kvadratı -1-dir, tək dərəcədən qüvvəti də eləyəcək -1. Beləliklə, dərsimiz başa çatdı. Diqqətiniz üçün təşəkkürlər.